Dostlar salam olsun. Ramanın sütçülüyüdəyəm hal-hazırda. Bacı, uşaqlara nə yedizdirmişsən, nə vermişsən? Çay içməyib də makaron yedilər. Makaron yedilər. Bəs bu 6 uşağa görə sən nəsə bir pul zad alırsan? Yox, mükavilə lazımdır, o da alınmır. Arayışa görə, yoldaşım burada olmadığına görə ala bilmir. Bunları bugün 6 dənə uşağa nə yedizdirmişsən bacı? 6 dənə uşaq. Çay. Demək olar ki 3 kilo ət deməkdir də. Hərəsi yeyən uşaqlardır, inkişaf dövründədirlər. Yemək içmək istəyirlər də. Adları tez-tez bir dənə deyək adları. Zahid Aybəniz. Zahid Aybəniz. Nihat. Nihat bala. Uğur. Uğur. Uğura baxın. Qızlar böyük olduğuna görə özlərini göstərmirik. Xədicə, Məryəm. Yoldaşımız dediniz ki, Dağıstanda işləyir. Sizə göndərdiyi pul təxminən sizi nə qədər görmür sizi? 300, 400 gücü çatanlar. Sizi görmür amma. Yox, məktəbdir. Burada kiraya qalsınız. Baxmaq olar evə. Buyurun, buyurun. Gəl zəhmət olmasın. Paltar istəyirəm. Mənim 16 yaşım var, bacımın 14 yaşı var. İkinizə də paltar. Anavıza kömək edirsiniz? Hə, kömək eləyirəm. Ev işləriniz adına. Kömək eləyirəm. Evdə olursunuz ancaq, Məktəbdən sonra. oxuyursunuz yoxsa? Oxuyuram. Kollec Maşallah. oxuyuram. Kollec oxuyursan? Aybəniz, atara görək nə var xaladenikdə bala? Keç bir oxuyuram səndə. Bugünkü yeməyiniz nə olub? Bugün nə yemişsiniz? Çay. Hə? Çay. Bugün yeməyə nə bişirib mama? Heç nə yeməmişsiniz. Nə yemək istəyirsiniz? Əmədən istəyirəm üstə alsın. Nə yemək istəyirsiniz? İndi sizin məsələn dalı günə heç evdə 5 manatınız yoxdur. Yox, uşaqların məktəbi zadı var, yol pulu zad, çörək pulu çatdırmaq olmur. Dalı günündə evdə 5 manatınız yoxdur. Yox, bu dəqiqə. Necə vəziyyət? Təqid edirsən? Vallahi yoxdur. Uşaq, balaca uşaq yemək zadı yeyir. Yox, hal-hazırda yox. Ancaq ana südü də. Ancaq ana südü ilədir. 100 manat ərzaq alın bu uşaqlara. 100 manatı da evin kirayəsinə verərsiniz. Çox sağ olun. İnşallah. Bu da mənim benzin pulum qalsın. Allah razı olsun.